Hmm. Hmm. Geldik Göygöl Milli Parkına. Buradayıq. Ödənişlidir giriş. Evet. Buradan giririk. Giriş üçün əlavə ödəniş ödədik. Bir nəfər 2 manat. Maşını da dayanacaqda saxlamaq 2 manat. Gəlmək istəyənlər üçün paylaşıram. Girdik Göygölün ərazisinə. Milli Parkı. Aşağıdan 5 kilometr hündürlükdə yerləşir. Maşınları burada park edib qalan yolu piyada gediləcək. Belə piyada qalxırıq. Maşını saxladıktan sonra 300-400 metrdə piyada yolu var. Gəldik əraziyə çatdıq. Bura isə Göygöl restoranıdır. Restoran ərazisindəndir baxılır. Hal-hazırda Göygölün tam yanına giriş qadağandır. Nəsə müəyyən səbəblərə görə. Bu pləkandan da çıxmalıyıq. Uşaqlar çatıb. Böyle bir günbəzdir. Buradan baxılır. Bu da Göygölün ərazisi. Aşağıdan nəsə iş gedir deyə qoymurlar. Günbəzdən baxılır. Həqiqətən möcüzədir dağların. Üstündə də, yəni yuxarı məsafədə gölün olmağı Allahın möcüzələrindən biridir. Göygölə baxdığımız yer, baxın o günbəzdə idi. İndi çıxdıq oradan. Gedirik Maral Göl dayanacağına. Avtobusdan aparırlar.